Meydana girib Messi ilə davet etmək istəyən məşqçinin kim olduğunu bilirsinizmi? Futbol sadəcə qol və nəticə deyil, həm də emosiyalardan ibarət bir oyundur. 2026-cı il dünya çempionatında isə bu emosiyaların zirvəsini Misirin baş məşqçisi Hossam Hassan yaşatdı. Belçika ilə oyunda hakim penalti versin deyə onu qucaqladı. Yeni Zelandiya ilə qarşılaşmada millisinə tarixinin ilk mundial qələbəsini bəxş etdi. İranla oyunda yan xətt hakiminə vara baxıb qolu ləğv etməsi üçün yalvardı və istəyinə nail olduğundan sonra səcdəyə getdi. Penalti seriyalarına qədər gedən Avstraliya ilə maçda isə futbolçularına Mbappe'nin penalti zərbələrini göstərdi və mərhələ adadıqdan sonra ABŞ-ın göbəyində qələbəni Fələstinə ərs etməsi onun idman xəttindən kənar duruşunu ortaya qoydu. Bu hadisələrin kulminasiyası isə Argentina ilə maçda yaşandı. Cənubi Amerikalılara qarşı oyunda köməkçiləri ilə birlikdə hər cür əl-qol hərəkətləri göstərib, fotoqrafından tutmuş adi stadion işçilərinə qədər qarşısına çıxan hər kəslə münaqişəyə girdi. Hətta meydana daxil olub Messi ilə mübahisə etmək də istədi və sonunda FIFA-nı Argentinanı çempion etməyə çalışdığını bildirərək sərt tənqid edib getdi. Qısası mundialdan bir Hossam Hassan əfsanəsi keçdi. Bu mundial bizə onun kimi koloritli və hər anı olay olan bir fiqur bəxş etdi. Bəs sizcə o, FIFA-nı Argentinanı çempion etməyə çalışdığını bildirməkdə haqlı idimi?